görsənməyən bu bizim zəhmətimizin, əziyyətimizin görsənməyən pərdə arxaları var. Allah onların canını salamat eləsin. Amin. Bütün uğurlarda onların hamısının əməyi var. Yəni ad çəkməyə qalsa 20 nəfər, 30 nəfər adını çəkərəm. Ümumi də hamı birlik göstərsin. Həqiqətən. Səbəbkar düzdür, sizsiniz, sizin əziyyətinizin sayəsində olur hamısı. Böyük bir dənə uğurdur. Neçə illərdir belə bir sımasın Lənkəranda bütün çempionatlarda həm nümunəvi komanda olaraq, həm də ki, yəni, uzun illərdir ki oynayırıq, amma bir yerdəyik. Yəni, elə uşaqlar var ki, burada Qasımın özü olsun, burada bütün uşaqlar, Yalçın da indi təzə deyil, 5-6 ildə elə bir yerdə oynayırıq. Qalan gənc uşaqlar var, amma çoxu uzun illərdir, 20 ilə yaxındır ki, bir yerdəyik. Yəni, Allah sizin hamımızdan razı olsun, əsas səbəbkarlar, yəni, Valə qardaşımızdır. Bu meydanda olmayan uşaqlar ki var, onların sayəsində bu birlik oldu. Bəhluzdur, Röyaldır, Fəriddir, İqrardır, ad çəkmədiyim çox uşaqlar var, Kərbəlayı Ramindir. Yəni, elə adamlar var ki, yadına çıxırlar. Yəni, Qasım bir Bakıda olurdu, Yahya bir Bakıda olurdu, maddi dəstək lazım olurdu. Nizami var, bizim qəsəbədə tanıyorsunuz. Nə vaxt olaraq işim düşdü, dedim ki, köməkli lazımdır. Desəydim, məsələn, 300 manat lazımdır, 1000 manat lazımdır, yəni belə bir rəylə verən oğlanlardı. Bizim də bugünkü günü səbəbkar olardı. Onların hesabına, yəni biz birliyi göstərdik, bərabərliyi göstərdik. İnşallah komandamızda daimi olacaq. Yəni, necə ki, bizdən qabaqda axsaqqallar olublar ki, uşaqlıqdan, gənclik dövründən bir yerdə oynayırlar. İnşallah ki, bizim də davamlılığımız onlar kimi olar. Yəni, nümunəvi komanda kimi olarıq. Allah sizin hamımızdan razı olsun, əziyyət çəkdik. Bizim də bu birləşməyimizdə, birlik olmayımızda, çempionluq olmayımızda səbəbkar uşaqlar var ki, Allah onların hamısından razı olsun. Amin. Yəni, düzdür, 50%-ni biz əziyyət çəksək də, savaşsaq da, qələbə qazansaq da, o bizdən də daha çox effektiv olanlar ki var, Allah onlardan razı olsun. Hamısı, yəni Azər olsun, Mirzaman olsun, Vadim olsun burada məsələn. Elə uşaqlar var ki, yerimiz balaca deyil, istəyərdik hamısı burada olsun. Adi kompleksdə oyun oynayırdı, bütün azarkeşdə doldururlar, 1000 nəfər, 2000 nəfər adam gəlir. Sağ ol qardaş. Yəni, Allah onların hamısından razı olsun. Bu əsas, bizə nədir, bunlar hamısı dünyavi şeylərdir. Yəni, 5 dəqiqəli şeylərdir, bunlar qutarı gedir, əsas birlikdir. Allah sizin hamımızdan razı olsun ki, bu birliyi qoruyursunuz. Əsas odur bir-birimizə olan hörməti, mədəniyyət, əxlaq cəhətdən hamısı elə uşaqlar yığmışıq ki, elə bir dənə heyət var ki, hamı bir-birinə hörmət edir. Ağsaqqallar da var bizim heyətdə oynayanlar. Yəni, Ağsaqqal buradadır. Yəni, sağ olasınız ki, belə bir dənə komanda formalaşdırmışıq. Bir dənə ümumi bu, hansı bir dənə kəndə, qəsəbəyə, şəhərə aid olan komanda deyil, ümumi Lənkəranı təmsil edir hesab edəm. Çünki bizim oynayırdıq, başqa yerlərdə izləyənlər var. Bilirsiniz də, yəni, şu anlar hər yerdə də münasibətimiz var. Afvaya qədər də belə qısmasın, tanıdığımız adamlar var. Yəni, gənclər bizim bundan sonra futbolçu olmamız önemli değil, ola da bilməli çünki yaşımız o deyil. Herkes özünə görə, yaşına görə vaxtında əziyyət çəkib futbol oynayır. İndi gələcəkdə də bizim inşallah bu komandamızda gənc oyuncular görsənsin, parlasın, gedib başqa yerlərdə oynasınlar. Lənkəranı təmsil edəsinlər. Bizim əsas ürəyimiz Cavad da Türkiyədədir, transfer olur. Buradan ona salam deyirik. Uğurlar ona da. Bizim də bu komandanın burada heç olmasa 5% uğuru var. Vahidindir, Qasımdır, Bakıda bizi təmsil edirlər, Yahyadır, Zeynaldır, Allah ona atasına şəfa versin. Amin. Yəni burada hamı əziyyət çəkir. Yəni mənim əsasən də sözüm bizim uğurumuzda əziyyət çəkən olan qardaşlar ki var. Yəni adlar çox deyib, Qəyanət olsun, Nizami olsun, saysam səhərə qədər sayaraq. Müğənnimiz var, Zaur, yəni Valə var, Məşədi Valə, Hacı Calalın oğlu, yəni çox uşaqlar var. Bizi burada əsas səbəbkarlar olar bilər, bizi dəstəklədilər. İndi də bundan sonraki oyunlarda da, bundan sonraki günlərimizdə də bizə dəstəkdirlər. Allah onların hamısından razı olsun. Allah siz kimi qardaşlarınıza var eləsin. Qəbul sən də böyük əziyyət çəkdin. Bizim xidmətimizdə durdun. Allah sənin dünyavi, axirətini xeyirli eləsin. Amin, amin. Allah bizim Valə qardaşımıza can sağlığı versin. Allah onun bütün işlərində ona ancaq uğur qazandırsın. Allah onun üzüsünü bol eləsin. Amin. Həmişə belə gözəl işlərdə, belə gözəl birliklərdə Allah onun pul xərcləməkdə, Allah ona belə gözəl işlərdə
yaxşı işlərdə yəni dəstəkçi olsun. Bizim Xeyriyyət Cəmiyyəti Fondunun rəhbəri Allah Faiqəmizdən də razı olsun. Böyük dəstəkləri var. Amin. Orada o cəmiyyətdə böyük mühüm insanlar var. Habil Əmidir. Yəni bugünkü gündə nə əziyyətimiz, nə çətinliyimiz olur, həmişə bizim arxamızda qalırlar. Kamil Əmidir. Çox adamlar var. Mən Kimi unutdusa, üzürlü sayılsın. Videoya yerləşməz də. hamısını salamlayırıq komanda adından. Komandanın Əfqan əmi sağ olsun. Komandanın həm köhnə oyunçusu, həm də komandanın baş məşqçisi kimi minnətdarlığımı bildirirəm. Bu gözəl birliyə görə hamıya təşəkkürümü bildirirəm. Var olasınız. Xahiş edirəm özümüzü bir dənə yüngülvari alqışlayaq. Sən də çox sağ ol ki, yəni bu böyük ağır məsuliyyəti öz vaxtını, öz zeynini sən də sərf edirsən. Bu uşaqları yəni mən yığmamışam. Bu özlərinə yəni yığmırlar. Sən bu bu təşkilatı sən bərpa etmisən. Allah səndən də razı olsun ki, bu neçə illərdir öz çiynində olmusan. Afşin mənim dünyasını dəyişəndən sonra yəni bu liderlik xüsusiyyətini sən götürmüsən. Bundanki qabaqki çempionatlarda da sən vaxtlı öz cibindən götürmüsən, pul vermişsən. Biz bunu bilirik, biz bunu görmüşük. Allah sənin də canlı salamat eləsin ki, sən də bu kəndin arxasındasan. Sən də bu kənd üçün istəyirsən ki, bir tarix yazasan, bir iş görəsən. Biz də sənin dəstəkçiləriniyik. Görürsən. Kərbəlayi Ürfət, bir böyük kimi, ağsaqqal kimi sən də ürək sözləri. Sağ olun, valla. Mən şəxsən deyirəm ki, yəni özümdən deyirəm bunu. Yani siz olmasaydı, komanda olmasaydı, biz de burada olmazdık. Yani komanda var, ve sezon sağlığı versin, maaşlar var. Hala, süper. Yani biz de seviyoruz. Hakikaten. Yani kendi adından değil, öyle bağlı kardeşimiz olsun. Yani hemşe biz de sizin arkadaşlarıyız. Hemşe bağırıyor, sizle. Sağ ol. Nasıl bağırırsın? Yani siz yerine deyirəm, sizin kaşan oyunuz olmasaydı, onlar böyle bir şeyler olmazdı. Bəli, bəli. Sağ olun. Sağ olun, var olun. Vadim zəhmət olmasa. Vadim komandanın ən köhnə təcrübəli futbolçularından biridir. Artıq eləməz, saxla. Saxla.